Açın səhifə 50-ni, indi isə bu birisi testləri izah edirəm. Bu ümumi sual cümləsinə aid testdir. Sual cümləsinin konkret bir düsturu var. Birinci gəlməlidir xüsusi sual sözü. Xüsusi sual sözü nə idi? Who, what, when, where, why, how many, how much və s. Bunlar xüsusi sual sözləridir. Sonra gəlməlidir köməkçi feil. Köməkçi feillər də bilirsiniz də hər bir zamanı keçəndə özünün köməkçi feilini keçdiyi am, is, are, do, does, did, shall, will, was, were, have, has. Bunlar nələrdir? Köməkçi, bir də had, köməkçi feillərdir. Sonra gəlməlidir mübtəda. Mübtəda da adətən ya şəxs əvəzləyir, ya da bir şəxsin adı ola bilər, ya da isim ola bilər. Yəni mübtəda gəlir. Sonra isə gəlməlidir əsas feil. Əsas feil nədir? Normal bildiyimiz bir feil. Sonra isə qalanı bizə lazım deyil. Qalan hansı sıralıqda olsa da problem yoxdur. Əsas sual cümləsində lazım olan düstur bura qədər dediyim idi. İndi gəlin A variantına baxaq görə düsturu ödəyirmi? Məsəl üçün dedim ki, birinci gəlməlidir xüsusi sual sözü. Verin xüsusi sual sözü, okey. Sonra gəlməlidir köməkçi feil, will köməkçi feil, okey. Amma sonra gəlməlidir mübtəda. Burada nə gəlir? Visit. Visit səfər eləmə feil olduğuna görə mübtəda ola bilməz. Will you visit olmalıdır. Ona görə A variantı səhvdir. B variantında xüsusi sual sözü gəlib, amma ondan sonra köməkçi feil gəlməlidir, amma you gəlib. You köməkçi feil olmaz deyə bu da səhvdir. C variantında when xüsusi sual sözü, will köməkçi feil, you mübtəda, visit əsas feil. Düsturu ödədimi? Ödədi. Cavab elə nədir? C variantıdır. D-də yenə will you xəbər gəlmədi, amma xəbər yoxdur. Z artiklı var. Deməli, bu da səhvdir. Y variantında will-dən sonra mübtədamız nədir? You. The Tower of London mübtəda deyil. O cümlənin ən sonunda olmalıydı. Ona görə Y variantı da səhvdir. Məsələn, ikinci suala baxıram. Yəni, eyni qayda. When xüsusi sual sözü, did köməkçi feil, you mübtəda, begin əsas feil ilə A variantı doğru cavabdır. B variantında problem odur ki, düsturu ödəyir. Amma did olanda feil nə olmalıydı? İlk halına qayıtmalıdır. Begin ilk haldı, begin. Xeyr, onun ilk halı begindir, began deyil. Ona görə B variantı səhvdir. C variantının köməkçi feili yoxdur. When did olmalıdır, ona görə səhvdir. D variantında did köməkçi feilinə begin əsas feil yanaşı gəlib. Araya mübtəda keçməlidir, ona görə səhvdir. Y variantında yenə köməkçi feili yoxdur deyə səhvdir. Bircədən aşağılar. Who-dan, what-dan sonra birbaşa əsas feil gələ bilir. Bir də what-dan sonra isim də gələ bilir. How many-dən, how much-dan da sonra isim gələ bilir. Bundan əvvəlki köməkçi sual cümləni düsturanda keçdi. Orada problem yoxdur ki. Gəlin indi biraz fərqli testlərə baxaq ki, sizin üçün rahat olsun. Məsəl üçün, baxaq tutalım ki, 9-cu suala. Tutalım ki, baxıram nəyə? Məsələn, A variantı how long xüsusi sual sözü. Sonra gəlməlidir köməkçi feil, mübtəda əsas feil. A variantı düsturu ödəyir. Sadəcə problem odur ki, how long, when, what time olan zaman cümlədə bitmiş zaman ola bilməz ki, zaten bu bitmiş zamanda deyil, bitmiş davam edici zamandadır. La variantı doğru cavabdır. Yəni, eləcə has been olsaydı səhv olardı. Amma has been sleeping bitmiş davam edici zamanda. O ola bilir. Sadəcə bitmiş zaman have has plus verb ola bilməz. Düzgün də variantı qalır. B variantında problem odur ki, köməkçi feili yoxdur. C variantında problem odur ki, did olanda feil ilk halına keçməlidir. Slept yox, sleep olmalıdır. S-L-E-E-P. D-də problem odur ki, daha sonunda da feilin sonundakı s-nı silməlidir. Buradakı s yox olmalıdır, ona görə səhvdir. Y-də isə köməkçi feil yoxdur, ona görə səhvdir. Məsəl üçün, 10-cu sualda what time bütöv halda nədir? Xüsusi sual sözdür. Nə zaman deməkdir? Ondan sonra gəlməlidir köməkçi feil. Burada Karol gəlib. Karol köməkçi feil deyil, A variantı səhvdir. B variantı köməkçi feil, mübtəda əsas feil, düstur ödəyir. Cavab elə B variantıdır. C variantında köməkçi feil yoxdur deyə səhvdir. D variantında did işlənən zaman return et yox, return olmalıdır. Ona görə səhvdir. Y-də isə didlə return yanaşı gəlib, ona görə səhvdir. Məsələn, sizə o when, who-nun, what-unda qəddən izah eləmək istəyirəm. Məsələn, tutalım ki, 25-ci suala bax. How many-dən sonra demişəm, how many-dən, how much-dan sonra isim gələ bilər. Ona görə students gəlib. Bu bütöv halda, how many students, bütöv halda xüsusi sual sözüdür. Ondan sonra gəlməlidir köməkçi feil. A variantında you gəlib, səhvdir. B variantında did gəlib, köməkçi feil olar. Sonra mübtəda gəlib, sonra da xəbər gəlir. Cavab B variantıdır. C-də sol keçmiş zamandadır deyə səhvdir. Did olanda feil ilk halına qayıtmalıdır. D variantında you-nu əvvələ keçib, ona görə səhvdir. D-də də yenə didlə sol yanaşı gəlib deyə, ona görə səhvdir. Sonra baxaq tutalım ki, nəyə fərqli bir sual görüb. Hə, məsələn, 35-ci sual. Baxarıq 30-cu sual fərqli sualda incə ondan izah elədim. 35-ci suala baxırıq. Deməli, who-dan sonra birbaşa demişəm ki, əsas feil gələ bilər. Who-dan, what-dan sonra. Çünki who ilə what mübtədanı əvəz eləyə bilir. Ona görə who informed some deyə bilərəm. Burada heç bir problem yoxdur. Amma 2 səhvdir. Nəyə görə? Whom-nun elə bir qaydası yoxdur. Bundan sonra nə gəlməlidir? Köməkçi feil, mübtəda əsas feil. Düstur olmalıdır. 3 də düzgündür. Whom xüsusi sual sözü, did köməkçi feil, sam mübtəda, inform əsas feil. 1-3 elə cavabdır. 4 səhvdir, çünki didlə informed yanaşı gələ bilməz. Who-dan sonra başa əsas feil gələ bilər. Həm köməkçi, həm də əsas. İkisi yanaşı gələ bilməz. 30-cu suala yenə də baxaq. How many luggage bütöv halda nədir? Xüsusi sual sözü. Sonra nə gəlməlidir? Köməkçi feil. Carried köməkçi feil deyil, A variantı səhvdir. The porter köməkçi feil deyil, B variantı da səhvdir. C-də did
Porter carry deyə bilərəm. C düzgündür. D variantında did the porter carry. Hə, C-də problem var imiş inşallah. Carrieddir burada. Carried keçmiş zamanda. Did olanda feil ilk halına qayıtmalıdır. K, A, R, Y olmalıdır. O da D variantında var. Y-də isə didlə carry yanaşı gəlib. Ona görə səhvdir. Aydın oldu suallarınıza ha? Qalanı evdə özünüz yazarsınız.